baxın bu Gürcüstan alimləridir. Biz Azərbaycan həmişə Gürcüstana necə olur münasibət? Həmişə dostluqdan, qardaşlıqdan danışır. Həmişə ömür boyu kömək, nə bilim, bax biz necə oluruq da hamıya qarşı. Kimə qardaş deyirik, hamı sonra bizə qarşı satqınlıq dönür. Burada gör nə yazır? Как Россия обманула царя Грузии, который владел Арменией, Азербайджаном, нынешним Азербайджаном, то есть, и которым даже персы платили дань. Deməli, Gürcüstan gör nə ölkə olub ki, bütün Azərbaycan, indiki Azərbaycan, Ermənistan, Gürcüstanın olubdur. Hətta deyir ki, Farslar bizə vergi verirdi. Fars deyir də, Türklərə Fars deyir. Fars olmayıb da o 1700'də özünüz bilirsiniz da. Türklərin Səfəvi Osman imperiyaları olub. Deyir, Farslar bizə Gürcü nə danışır ha? Deməli, bu birisi nə danışır? Gürcüstan sivilizasiyaya deməli Gürcüstandan gedib. Nə Misir, nə Afina, Yunanistan. Onlar deyir, olmayıb, biz olmuşuq. Yunanistan. Necə ermənilər deyir, erməni olanda heç kəs olmayıb. Deməli, bunlar Gürcülər bugün erməni oyunu oynuyor. Necə ermənilər deyirdi ki, sivilizasiya bizdən başlayıb dünyaya, bəşəriyyətə. İndi Gürcü deyir ki, sivilizasiya bizdən gəlib dünyaya. Bu estafeta var ha, qəbirli estafeta. O olimpiyada olur da ki, estafetanı verirlər bir-birinə. İndi Ermənistandan keçir, gah Kürdlərə verdilər, gah Taciklərə verdilər, gah Ləzgilərə verdilər, gah Çeçenlərə, gah nə. İndi Gürcülərə keçir. Yəni bu kim qədim xalqda bu yarışdır. İndi bu yarışa bu Gürcülər qoşulub. Gör nə deyir ay qardaş. 1700-cü illərdə deməli Rusiya bizi Gürcüləri satdı. Hansı deməli kralımız var? Bunların nə kral olur? Adı Georgidir. Deməli Çay Gruzi. Deməli Gürcüstan kralının deməli böyük deməli Gürcüstan olub. Və necə ermənilər deyir, böyük Ermənistan. Bu da deyir ki, böyük deməli. Mən bunlara sual verirəm də Gürcülərə. Sual verirəm. Yaxşı. Ay Gürcülər, deyirsiniz 1700'də deməli bizi Ruslar satıblar, Türklərə satıb, Türklər sonra bizi aldadıblar, neyniblər? Qardaş, bu siz neçə nəfər olmuşsunuz 1700'də? Gürcü tarixini gedin dünyada axtarın. Gürcü tarixi 1600'dən başlayır hardasa. Bu Gürcü özünü eradan əvvəl, ay qardaş, bunlar özlərini verəm, bu xəstəlik elə yayılıb ki, deməli 1700-cü ildə deməli Rusiya bunları satmışdı və Türklərlə Farslar döyüşüblər. Bax belə nağıllar danışırlar. Türklərlə Farslar Türklə döyüşü bu bizdə o Səfəvi Osman olubdu o döyüş o. Onu da yazırlar ki, başqa millət. Deməli bunlar Gürcülərə yenə deyirəm, neçə nəfər olubsunuz, sizin ordunuz olubdur. Ay şu, indi dünyada bunlar 5-6 milyon var, yoxdur. Amma deyir ki, bütün Türkiyə, bütün Azərbaycanda Gürcülərdir. Bizi Türkləşdiriblər. Mən bunlara sual verirəm. Yəni sizin analarınız gedib Türkün qoynunda yatırdısa, o demək deyir ki, sizi Türkləşdiriblər. Və sən bugün özü Gürcüsən, bütün dünyaya elan edirsən ki, bizim analarımız küçə qadını olub da, belə çıxır. Bu bir. İkincisi də siz özünüzə xoruz adı verirsiniz. Yəni siz xoruz olmuşsunuz da, götürüb başınızı kəsirlər. Bunu mən demirəm, ay Gürcü, bunu sən özün
deyirsən. Yəni bizi türkləşdiriblər nə deməkdir? Yəni deməli siz toyuq olubsunuz, xoruz olubsunuz. Türk gəlibdir sizin başınızı kəsib türkləşdirir. Belə bunlar bilirsiniz Azərbaycanla bunlar əlləşirlər. Bizim torpaqlardan danışır, nə bilim kilsədən danışır. O ki deyirlər, Azərbaycanlılar deyir bizim kilsəni tutublar, kilsə hamının başına dəysin. Bunu bir dəfə Tanrı hamıya başa saldı. O pandemiyanı göndərən dedi, məni aldatmayın, əl çəkin bu hər şey, bu oyunlardan. Tanrının adı ilə oynamayın. Qorxularından sıçov olmuşlar da o şeyxlər, Roma papası, Saudi Ərəbistanda hamısı gizlənmişdi. Bütün məscidlərdə, bütün kilsələr bağlandı, sinagoglar bağlandı. Bir dənə deyin, hansısa bir molla o pandemiya vaxtı getmişdi ora qorxusundan ki. Niyə Tanrı cəzalandırdı? Tanrı qadağa qoydu da. Amma çatmadı. Bugün də görürsünüz, bugün də yenə bu oyun başlayıb. Dinləri bugün istifadə edirlər. Bax, belən ki, bu gürcülərdir, belə oyunlar oynayırlar. Və mən bir şey istərdim deyəm. Bax, bu adam deməli, bu Yahudi nədirsə deyir ki, balaca uşaqları o Kalyaskada öldürənləri deməli ən deməli cəza verilməlidir də. Dünyada olmayan cəzanı da bu mənada, yəni pis mənada demirəm. Mən genə deyirəm, hər bir kiminsə uşağının başını kəsirlər, o elə istəyər o adamı da dövlətin də məhv eləsin. Yəni hansısa kiminsə uşağını yenə deyirəm, Rusdur, Fransuzdur, gedin soruşun, Türkdür, Gürcüdür, soruşun, uşağınızı, balaca uşağınızı zorlasalar nə edərsən? Deyəcək dünyanı dağıdaram. İndi bu da deyir də, deyir yəni bu uşaqları kim balaca uşaqları Kalyaskada zorlayır, onlara ən deməli cəza verməlisən. Bax belə. İndi mən bunlara bir istəyirəm. Ümumiyyətlə onların valideynləri birinci cəzalanmalıdır. Onun ki, o terroristdir, banditdir. Onların valideyni cəza almasa, o düzəlməyəcək. Bir də bu İsraildə də ki, o dindən çox danışırlar, sinagogdan danışırlar. Gedib kiminsə göstərirlər, orada o Yeruşalimdə ayağını yuyur, öpür, nə bilim, bu müqəddəsdir. Ayağını öpür, o biri popun yuyur, öpür. Bu nə deməkdir? Ayşə, bu bütün Tanrıya xoş getmir. Yəni, gedib divarı öpməklə, belə papa, o biri papa, Roma papasının arxasında 10 yaşında uşaqları zorlayırlar, oğlan uşaqlarını. Portuqaliyada gözlərinin qabağında az qalar. Valideynlər sonra gedib öpürlər. Uşaqlarını zorlayırlar. Gedib o poplar zorlayır oğlan uşaqlarını 10 yaşında. Sonra valideyn gedir əlini öpür. Bu kilisələrdə nələr ilə, məscidlərdə şeyxlər, Saudi Ərəbistanı deyirəm o biri məscidlərdə aparırlar qız uşaqlarını, ora atırlar. Atın altına, dəvənin altına, eşeğin altına. 9 yaşında uşaqla evlənmək, zorlamaq. Ay kişi, bu Tanrıya xoş getmir. Ona görə Tanrı bir dəfə cəzalandırdı. Bax, bunları hamısını deməli, bu Məkkədir, bu Vatikandır. Bunlar muzeye getməlidirlər. Yəni bağlanmalıdırlar. Muzey olsun qardaş, muzey olsun. Nə pisdir. Axır siz bu Məkkədir, bu Vatikandır, bu sinagogdur, Yeruşalimdir. Bunları bu bağlamaq, muzey kimi saxlamaq. Yəni bu pis şeydir ki, olubdur. Bu dinləri, bu xristianlıqdır, müsəlmançılıqdır. Görürsünüz nədə istifadə edirlər.
Adam öldürür, şu onu zorlayır, bunu zor. Ayrı heç nə, min illərlə eləyirlər. Ona görə Tanrıya xoş gəlir. Bunlar bağlanmasa, bunlar olacaq. Müharibələr olacaq. Buna görə mütləq bax yenə deyirəm, bu Roma papasını, Vatikanı bağlamaq, Yeruşalimdəki o müqəddəs o kilsələri bağlamaq, İsrail birinci sinaqoqlara bağlasın. Əgər istəyirsə sülh, sinaqoqlar bağlansın, məscidlər bağlansın. Muzey olsun da burada pişə evində Allah'a sevda. Məscidləridir, kilsələrdir, sinaqoqlardır, bunları hamısı istifadə edilir ancaq düşmənçiliyə. Tanrıya sevgi heç vaxt, heç kəs qadağa qoymaz. Tanrı hamı sevirlər. Amma Tanrı pandemiyanı göndərdi bax buna görə. Aldatmaq olmaz. Siz gedirsiniz orada yanından Tanrı birdir, hamımız birik, sonra da arxada gedib bir-birinizlə əlləşirsiniz. Bax bu söhbət bundan gedir. Ona görə bu muzeyə olmasa, özünüz bilin, bağlanmasa insanlar bir-biri ilə heç vaxt dost, qardaş, hamısı boş yox olsa müharibələr gedəcək.